Nə işə düşmüşük ki? Qoymayırlar bu işıqlı dünyada yaşayaq. Məhlənin pişiklərini yedizdirməyim azmış kimi indi də gedib nəvəm hardınsa it pişik alıb. Mən bu pişikə yeməyi də mən almalıyam. Əsəbimdən partlayıram. Sonra da deyirlər ki, nə üçün hamı ilə it pişik kimisən? Çünki əsəbiyəm, əsəbiyəm. Satıcı xanım, satıcı. Salam müəllim. Bu nə sürətli? Hardan çıxırsınız de siz belə? Yaxşı deyiləm mən. Niyə? Çünki həyat yoldaşım mənə bir xəbər deyib bayaq. Məni ona görə göndəriblər. Mən Müəllim. oğlumun bağ evindən gəlirəm, elə təcili zəng vurdu mənə. Deyir ki, sizdə burada Arazda yeni zoo shop açılıb, orada da ev heyvanları üçün məhsullar var. Yuxuda görüb, harda görüb bilməyirəm. Baxıram ki, yoxdur, hələ açılmayıb. Çox sağ olun, təşəkkür edirəm ətraflı məlumat üçün. Çox sağ olun. Müəllim, hara gedirsiniz? Yoldaşınız düz deyir. Filialımızda təzəlikcə yeni zoo-shop mağazamız açılıb. Genişdir və məhsul çeşidi də boldur. Gedək sizə göstərim. Qoymayın da cibimdə bir qəpik pul qalsın. Arvadla sözləşmişsiniz, məlumatı siz ötürürsünüz deyil ona. Müəllim, məhsullarımız keyfiyyətlidir və o keyfiyyətə görə də qiymətlər çox münasibdir. Münasibdir. Münasib sözünü nədənsə mən çox sevirəm. Pulsuzu lap çox sevirəm. Münasib də əladır. Hardadır? Göstərin görək. Gəlin gedək göstərim. Araz həqiqətən məni yenə təəccübləndirdi. Rusiyadan, Ukraynadan, Avropadan belə məhsul gətirəsən, həm də bu qədər ucuz. Bəli. Mənim da sizə sözüm yoxdur. O deməklə öyle yoxdur. Bugünlük yoxdur. Mütləq olacaq. Sən paltaryanca daldın özünə. Bahalısından. Ucuz cehizdən mənim üstümə gəlmə. Amma xoşum gəlir sənə.